Maraqlıdır. Sevda Sanaliyeva deyib ki, Hacı axtarana oxşayıram. Müğənni Sevda Sanaliyeva TikTok canlı yayımında səsləndiyi fikirlər təbii ki, geniş müzakirəyə səbəb olub. Mən də istinad edirəm Milli.az-a. Dedi, izləyicilərdən biri ona maraqlı bir sual yönləndirib. O heç kimdən asılı olmadığını vurğulayaraq bütün həyatını özü qurduğunu bildirib. Yəqin yazıblar ki, həcm var. İndi yaxınlaşacağam ora. Hər şeyimi qurmuşam, işləmişəm. İşləməsəm belə heç kimə ehtiyacım yoxdur. Tək qadın kimi heç kəsdən kömək ummuram. Övladlarımı da özüm böyüdürəm. Sənətçi haqqında səsləndirilən sponsor iddialarına da münasibət bildirərək bu cür fikirlərin yol verilməz olduğunu deyib. O, insanları tanımadan belə ittihamlar səsləndirməyin düzgün olmadığını qeyd edir və həmin dindar şəxslərin həm də müğənnilərin adının ləkələnməməsini istəyib. Bəli, o efirlərə niyə Sevda xanım tez-tez efirlərdə görünür axı? Aydınlıq gətirib ki, bu mənim öz şəxsi seçimimdir. İstəsəm çıxa bilərəm, istəsəm yox. Həm də deyir, TV-lərdə, proqramlarda çox qalmaqallar olur. Maraqlıdır da, yəni cavab verib ki, mən Hacı axtarana oxşayıram. Sevda xanım deyib. Ay Sevda xanım, o izləyicinin də sizə sual yönəldəni də qınamırıq. Bizdə hamı belədir də, özlərini Həcə axtarırlar, Kərbalaya axtarırlar, Məşədə axtarırlar, nə bilim, belə hər şey axtarırlar. Ona görə də o sualı yönəldiblərsə, Sara Səfradan abla məsləhət əsəbləşməyin, həmişə sakitcə cavab verin.